Salam, axşamınız xeyir olsun. Bugün təlim məndədir. Yeni qoşulanlar liderlərimizdən ötürü özümü təqdim edeyim. Adım Yaqut Sadıqovadır, 49 yaşım var. Ailəliyəm, 2 övlad anasıyam. Müəlliməyəm, ibtidai sinif müəlliməsiyəm, Gəncə şəhərində yaşayıram. Bugün mən müəlliməlik və liderlik, əsas şəbəkə biznesində baş verən və çox insanların anlamadığı, etdiyi səhvlər, bu üzrə biraz araşdırmalar eləmişəm qızlar. Digər keçdiyim təlimlərdən çalışmışam, fərqli eləyim, yeni araşdırmalar eləmişəm və bunun üzərindən bugün sizə fikirlərimi çatdıracağam. Mən müəlliməyəm, ibtidai sinif müəlliməsiyəm. Bəs deyə bilərsiniz ki, bu müəllimə niyə şəbəkə biznesindədir? Çünki müəlliməlik maaşı məni heç vaxt qane eləməyibdi və əlavə gəlirlər əldə eləmək istəmişəm hər zaman və hələ 2008-ci ildən mən heç şəbəkə biznesi anlayışı nədir bilmədən mən şəbəkə biznesinə üzv olmuşam. Ancaq mən üzv olanda məni dəvət edən insan demirdi ki, bura şəbəkə biznesidir. Deyirdi ki, məhsul satırıq, pul qazanırıq. Və mən sadəcə kosmetik məhsullar almaq üçün qatılmışdım. Hələ 2008-ci ildən və məhsulları keyfiyyətini görüb, bəyənib başladım reklam eləməyə müəllimə kimi yoldaşlarıma və bu məndə gözəl alındı və müəllimələr də, yəni məktəb kollektivində olan yaxınlarım, hansı ki, hər müəllimin öz çevrəsi olur da məktəbdə, həmin çevrəmdə olan xanımlar, müəllimələr məhsulları aldılar və mən nisiyə verdiyimə görə, yəni deyirdilər ki, Yaqut müəllimə maaşda verərik pulunu, olarmı elə? Mən də deyirdim ki, əlbəttə olar. Çünki o məhsulların üstündə mən hədiyyələr qazanırdım. Həm də orada faiz üstünə qoyurduqda məhsulları satış edirdim. Və mən ilk bu satışdan olan gəliri anladım və çevrəmə insanlar yığmaqla bu insanların komandama yazılanda mənə maaş yazıldığını görəndə liderimdən soruşdum ki, mənə maaş yazılıb, gəlir yazılıb. O da mənə izah elədi ki, bəli, burada adam yazıldıqca sənə pullar gələcək. Mənə heç nə başa salmırlar, heç nə anlayışım yoxdur. Şəbəkə nədir bilmirəm. Sadəcə mən elə düşünürəm ki, bu şirkətə qoşulmaqla mən məhsul sataraq məhsulun üzərindən gəlir əldə edəcəm. Amma dedim ki, necə məsələn 3 nəfər adam yazdırmışam, mənə 15 manat gəlir gəlib. Dedi ki, hə. Dedim ki, bəs mən onda adamları çoxaltdıqca bu gəlir artacaq. Dedi ki, hə. Onda mən başladım insanları çoxaltmağa. Mən satışdan çox insan dəvət eləməyə üstünlük verdim və bu zaman anladım ki, şəbəkə biznesi nədir? Mən sizə 2008-ci ildən danışam. O vaxtı heç mobil telefonlar da yeni çıxırdı. Heç hamı ev telefonlarla idarə eləyirdi. Mən həmin zamanlarda başladım özümə komanda yığmağa. Canlı isti rekrutinglərlə. İndi biz rekrutinglər keçirik sizinlə sosial şəbəkələrdə, soyuq rekruting, isti rekruting və bu rekrutingləri mən o vaxtı canlı tanıdığım insanlara edirdim. Belə bir formada mən komandanı qururdum. Amma indi şəbəkə biznesi, multilevel marketing, MLM sistem, MLM, multilevel marketing bu sistemin adıdır. Və online iş şəbəkə biznesi də bunun bünövrəsində qoyulub və yaranıbdır. Bu biznes nədir xanımlar? Bu biznes tövsiyə üzərindən qurulan birbaşa satış modelidir və burada biz insanlara sadəcə evlərinə, ailələrinə lazım olan məhsulları marketlərdən də deyil, şirkətə üzv olaraq şirkətdən almaqla birbaşa tövsiyə üzərindən bir şəbəkə qururuq, bir biznes qururuq. Bu biznesin xüsusiyyətləri nədir? Burada əsasən məhsullar mağazalarda deyil, birbaşa insanlara təqdim olunur. Kimdən? Şirkətdən birbaşa insanlara, yəni şirkətin üzvlərinə məhsul təqdim olunur. Bunun məhsulun çatdırılması, məhsulun sifarişi, bunların hamısını şirkət özü həll edir. Yəni biz nə məhsulun çatdırılmasına, məsuliyyət daşımırıq, nə sistemin qurulmasına. Bizim əlimizdə bir telefonumuz var, bu telefonla bizim kabinetimiz açılır, şəxsi kabinetimiz açılır və bu şəxsi kabinetdən biz evimizin ehtiyaclarını onlayn mağaza formasında buradan alaraq biz tövsiyə ticarəti yaradırıq.
İkinci, burada biz komanda qururuq. Komanda qurmaqla biz komanda necə qurulur? Hər bir insanın çevrəsində insanlar var və bu insanları biz öz komandamıza dəvət edirik. Yəni bizdən sonra insanlar dəvət olunur. Bax bu biz isə bizim dəvət elədiyimiz 3 insan olmalıdır. Biz 3 qol birdən yaratmalıyıq. Yəni 3 insan, hər bir insanın 3 insanı var ki, həmin insanlar evini təmizləyir, özünə baxım eləyir, dişini yuyur, şampun alır, antiperspirant alır, özünə baxım eləyir, tonalnidir, tuşdur. Bütün xanımlar özünə baxım eləyir və bu baxım vasitələrinin bizim olan bir kateqoriyamızdır. Bir kateqoriyamız baxımdır, bir kateqoriyamız təmizlikdir, bir kateqoriyamız isə qida əlavələrdir. Bu məhsulları hər bir insan ala bilər və həmin insanlar 3 nəfəriniz lazımdır ki, onlar sizin komandaya gəlsin və bu 3 nəfər aktiv biznes tərəfdaşına çevrilsin. Yəni, aktiv nə deməkdir? Yəni, əgər insanlar bura 3 məqsədlə qoşulur. Bir növ insanlar qoşulur sadəcə keyfiyyətli məhsul almaqdan ötürü. İkinci növ insanlar qoşulur satış etməkdən ötürü. Üçüncü növ insanlar isə qoşulur biznes qurmaqdan ötürü. Yəni, bu 3 cürə bizdə qoşulma var və bu qoşulduqdan sonra fikrinizi dəyişərək, məsəl üçün satışa gəlibsinizsə, fikrinizi dəyişib biznesdə qura bilərsiniz. Təbii ki, bura gələn insanların hər biri evinin ehtiyaclarını birinci buradan almalıdır ki, məhsulun keyfiyyətini tanısın, anlasın. Hər bir şəbəkənin, hər bir şirkətin inkişafı üçün ən birinci vacib olan məqam onun keyfiyyətli məhsuludur ki, o da bizim möhtəşəm şirkətimizdə var, xanımlar. Şirkətimizin məhsulların keyfiyyətinə söz ola bilməz. Ona görə də mən bir müəllimə olaraq bu şirkətin məhsullarını çox bəyəndim və tövsiyəni çox gözəl şəkildə edirəm insanlara. Çünki artıq məhsul, keyfiyyət öz sözünü deyir və sizin əvəzinizə keyfiyyət danışır. Məhsulun keyfiyyəti danışır. Bu çox önəmlidir. Keyfiyyətli məhsul əgər varsa, burada biznes qurmağa, şəbəkə qurmağa nə var ki? Ən hasaddır. 2x2 kimi bir şeydir, xanımlar. Çünki onsuz da insanlar bu 3 növ məhsulu həm baxım, həm təmizlik, həm qida əlavələrini ömür boyu marketlərdən alırlar. Bu marketlərdən alarkən bu market onlara nə verə bilər? Market onlara verə bilər ƏDV. Amma biz 35-40 manatlıq məhsul alaraq 35-40 manatın ƏDV-sini hesablayın, uzağı gəlsin 20 qəpik. Amma ki, biz 35-40 manatlıq məhsul alaraq 20-25 manatlıq məhsul hədiyyəsi götürürük, yeni qoşulan liderlər və bundan başqa da şirkətin kampaniyaları var. Deməli, biz birinci məhsulları mağazadan deyil, birbaşa şirkət tərəfindən bizə təklif olunur, birbaşa şirkətdən əldə edirik, çatdırılmanı, hər bir şeyi şirkət həll edir. İkinci, komanda qururuq. Bizim dəvət elədiyimiz insanlar bizim komandamızdır. Əgər sizin komandanıza bircə nəfər belə insan dəvət edibsizsə, siz artıq lidersiniz və siz o insanı bu işdə addım-addım əlindən tutub öz arxanızca aparmalısınız. Yəni, artıq sizin bir lider məsuliyyətiniz formalaşıb və siz həm öyrənməlisiniz, həm də dəvət elədiyiniz insanı öyrətməlisiniz. Bundan sonra bizdə gəlir 3-cü, rütbələr. Rütbələr açıldıqca, sizdən sonra olan komandanız dövriyyə elədikcə, onlar öz mağazalarında aktivlik elədikcə, komandada dövriyyələr gedir, bonuslar, CP-lər artır və bunun nəticəsində, bunun sayəsində sizdə rütbələr açılır. Rütbələrimiz qalxdıqca sizin kabinetinizdə gəlirlər görünür və bu gəlirlər də insanları motivasiya edir. Dördüncü, şirkətin bonusları, mükafatları var, lotereyaları olur, uduşlarımız olur, səyahətlərimiz olur və bunlar da insanları motivasiya edir. Bir şəbəkə biznesində mənim ən çox xoşuma gələn də məhz bu bonuslar, mükafatlar, maşın proyektləridir. Hansı ki, bunlar insanları motivasiya eləyir. Şirkətin loqolu maşınları var, hansı ki, mən özüm maşın proyektindəyəm və Çanqan maşınlı GS55 seriyalı Çanqan maşınlı mən artıq 2 ildir əldə eləmişəm və şirkətin maşın proyektindəyəm və bu maşın proyekti həqiqətən çox möhtəşəmdir, insanları motivasiya edir.
Sonra bonuslar, pul mükafatları, gəlirlər, aylıq gəlirlər. Sonra hər ayın əvvəli şirkət pul uduşu lotereyaları qoyur. Bundan başqa qoşulduğunuz komandanın liderlərinin əlavə hədiyyələr, aksiyaları olur, promosyonları olur. Bunlardan da istifadə edərək siz komandanızı gözəl şəkildə reklam edərək gördüyünüz işi, qoşulduğunuz şirkəti, WhatsApp durumlarınızda, sosial şəbəkələrdə reklam edərək insanları bura savadlı şəkildə danışaraq insanları arxanızca gətirib komandanızı qura bilərsiniz. Komanda qurulduqca, inkişaf etdikcə bu bir başqa insana zövq verir və insanın komandasında liderlər formalaşdıqca, insanın komandasında rütbələr açıldıqca bu çox gözəl şəkildə bizim liderlərimizi motivasiya edir. Çünki sistemimiz qazandır-qazan sistemidir və sizdən sonra komandanızda liderlər yetişdikcə elə bil insan ümumiyyətlə analardan gedir söhbət. Komandamızın da böyük əksəriyyəti demək olar ki, xanımlardır, analardır və bu analar necə öz övladı dünyaya gələndə sevinirlərsə, komandanızda liderlər yetişəndə də biz o formada sevinç, qürur hissi keçirdirik. İnanın xanımlar, ay sonu olanda komandamızda bir möhtəşəm coşku yaranır, bir atəşfəşanlıq yaranır. Hamı öz yetişdirdiyi liderləri, karyeralarını təbrik eləyir, təltif eləyir və onların bu uğurunu komanda olaraq alqışlayırıq. Bu da insanları bir başqa ruh verir, bir başqa enerji verir. Ona görə də deyirəm ki, komandada liderlər yetişdikcə insanlar bundan daha da fərəhlənirlər və sizdən sonra gələn liderləriniz də öz liderlərini yetişdirdikcə sizin ona etdikləriniz, sizin onu dəstəkləməyiniz, sizin onu alqışlamanız, sizin ona öyrətdiklərinizi o da öz liderlərinə öyrədir və belə-belə komanda inkişaf edir. Bu işdə üstünlüklər nədir? İndi üstünlüklərimizdən danışım, dəyərli liderlərimiz. Üstünlüklərimiz ondan ibarətdir ki, sərmayəsiz biznes qurulur. Bu haqda biraz açıqlama verim. Sərmayəsiz biznes nədir? Biz bilirsiniz ki, ənənəvi biznesdən böyük sərmayələr, böyük pullar olmalıdır ki, o biznes inkişaf eləsin və o biznesdə uğur qazana biləsən. Amma bizim işimizdə sərmayə yoxdur. Yəni, böyük pullara ehtiyac yoxdur. Çünki onsuz da evimizə aldığımız məhsulları biz bu qoşulduğumuz şirkətdən, Home Bitkiseldən alaraq, heç bir sərmayə qoymadan, evimizə şampun alırıq, bu sərmayədirmi? Evimizə diş pastası alırıq, bu sərmayədirmi? Özümüzə ətir alırıq, antiperspirant alırıq. Bunlara sərmayə demək olmaz. Bunlar bizim gündəlik tələbat məhsullarımızdır. Bu Home Bitkiseldən də olmasa, biz bu məhsulları onsuz da mağazalardan alacağıq. Amma ki biz bu şirkətə qoşulmaqla, evimizə lazım olan ehtiyaclarını almaqla və buna da deyirik sərmayəsiz biznes. Bəs müsahibə keçəndə, insanları dəvət eləyəndə işlətdiyiniz ifadələri əgər siz tam anlasanız ki, bu söz nə deməkdir, bu ifadə nə deməkdir, əminliklə izah edəcəksiniz və müsahibə keçərkən əmin olmaq, əminliklə danışmaq, özgüvənli olmaq çox önəmlidir. Sonra, ikinci, evdən işləmək imkanı əldə edəcəksiniz. Çünki elə insanlar, elə xanımlar var ki, birinci ali savadı yoxdur, heç bir yerdə işləyə bilmir. Məcburdur ki, getsin, satıcı işləsin və yaxud da elə bir işlərdə işləsin ki, günün səhərdən axşama kimi o muzlu işlərdə işləsin. Və elə xanımlar var ki, bu işi istəmir və tələbələr var, əlavə gəlir qazanmaq istəyir. Sonra körpə uşaqlı analarımız var ki, uşaqlarını qoyub gedib muzlu işlərdə işləyə bilmirlər. Ali savadı olmayan, diplomu olmayan xanımlarımız var ki, həmin xanımlar evdən işləmək imkanı qazanırlar. Evdən işləmək imkanının çox böyük üstünlükləri var xanımlar. Səhər tezdəndən budinliki qurub qalxmağa ehtiyac yoxdur və günün hansı saatı boşsuzsa, səhər durdunuz, yeməyinizi bişirdiniz, evinizi yığışdırdınız. Hər bir işi qadın olaraq yerinə yetirdikdən sonra telefonunuzu əlinizə alaraq, qruplarda aktivlik edərək, öyrənərək bu işdə gözəl şəkildə özünüzü inkişaf elətdirə bilərsiniz.
Sonra üçüncü pasiv gəlir. Pasiv gəlir nədir? Komandanızı böyüdərək, liderləri yetişdirdikdən sonra, müəyyən vaxt keçirəndən sonra artıq sizin 3 qolunuzun içində də liderlər yetişibsə, siz işləməsəz belə, o yaratdığınız komandadan siz aylıq evinizin məhsullarını almaqla pasiv gəlir əldə edə bilərsiniz. Yəni qazanc əldə edə bilərsiniz. Yetər ki, siz həyatınızın müəyyən bir vaxtını burada, baxın, mən müəlliməyəm, mən 65 yaşıma kimi işləməliyəm ki, sonra mən pasiv gəlirə çıxım, yəni pensiya alım, dövlət mənim işlədiyimə görə mənə pensiya versin. Amma görün mən neçə il, 40 il, 50 il işləməliyəm ki, mən pensiya çıxandan sonra dövlət mənə pasiv gəlir versin, pensiya versin. Amma burada siz 3 il, 5 il qəşəng, möhtəşəm, planlı, disiplinli şəkildə komandanızı qurandan sonra, 5 ildən sonra komandanız, 3 qolunuz inkişaf edirsə, ayda 2000 manat üzəri gəlir əldə edə bilərsiniz. Bundan gözəl pasiv gəlir harda var ay gözəl xanımlar? Bir düşünün, harda belə imkanlar var? Siz sadəcə özünüzü o qədər mükəmməl şəkildə inkişaf elətdirməlisiniz. Liderinizdən yapışmalısınız və liderinizi kopyalamalısınız. Liderinizi sözün əsl mənasında bezdirməlisiniz. Lider sizi axtarmamalıdır. Siz lideri axtarmalısınız. Çünki liderin komandası böyükdür. O sizə vaxt ayıra bilməz. Lider kimlər onunla işləmək istəyir, kimlər aktivdir, kimlər atılan tapşırığı anında yerinə getirib ona geri dönüş edir. Lider o insanlarla işləyir. Siz əlinizi üstə qoyub belə gözləməyin ki, görün mən ha vaxt liderimi axtaracaq. Siz qazanmaq istəyirsiniz. Biznes sizə qurulur. Ona görə biraz bu işdə aktiv olmaq lazımdır. Disiplinli, planlı şəkildə işləmək lazımdır. Sonra şəxsi inkişaf. Şəxsi inkişaf burada mən ən çox önəm verdiyim bir məqamdır. Şəxsi inkişaf elə insanlar var ki, məsəl üçün bu biznesə gələndə çox qorxaq, iki cümləni qrup fikrini bildirə bilmir, qruplarda belə səs atmağa çəkinir. Yəni, xanımlar qorxmayın, heç kim anasının qarnında örgənib gəlib şəbəkəsi olmur. Burada bu çıxış eləyən odlu, alovlu, hər gün bizim gözəl-gözəl liderlərimiz təlimlər keçirlər. Onlar heç biri yeni gələndə bu cürə danışmağı, bu cürə bilmirdilər. Hamısı sizi kimi sıfırdan başlayıb, ona görə deyirik, sıfır sərmayə ilə, sıfır bilgi ilə, A-dan Z-yə hər şeyi burada qruplarda öyrədirik. Çox gözəl qruplarımız var, təlimlərimiz var, məhsul qruplarımız var. Deməli, şəxsi inkişafınızı siz bu qruplarda möhtəşəm şəkildə edərək, amma ki, əlimin üstünə qoyub gözləməklə yox, liderinin sizə verdiyi bütün tövsiyələri yerinə yetirməklə qruplarda səsiniz gəlsin, qruplarda aktiv olun, atılan məlumatı, atılan təlimatı anında oxuyun, bacarısız səsli münasibət bildirin, bacarmısız söz yazı ilə bildirin. Onu da bacarmısınız, heç olmasa bir like qoyun, heç olmasa bir ürək qoyun. Yəni, mən buna baxdım, bunu dinlədim, bu önəmlidir. Yeni gələn liderlərimədir əsas sözüm. Bu çox önəmlidir. Sizin lideriniz görsün ki, onun gətirdiyi, dəvət elədiyi, qrupa yeni əlavə elədiyi insanı qrupda aktivlik eləyir, səsi gəlir, fikir bildirir. İnanın ki, sizin orada danışmağınız sizin xeyrinizədir. Sizi bugün zəif danışacaqsınız. Sabah liderlərin çıxışlarına qulaq asıb bir mütləq dəftər kitabınız olmalıdır. Baxın, 11 kiselin dəftərinə təlim işləmişəm. Dəftəri qoymuşam qabağıma, mənə nə lazımdır? Yeni bir strategiya, yeni bir bilgilər. Araşdırma eləmişəm bu gün ərzində və dəftərimə yazmışam. Bu dəftər, kitab mütləq olmalıdır, dəyərli liderlərimiz. Bu, kim ki dəftər kitabla işləməyə başlayırsa, o mütləq lider olacaq, mütləq inkişaf edəcək və mütləq insan nəyisə yazırsa, bir müəllimə olaraq bunun altını cızaraq sizə qeyd edirəm. Mən elə şagirdlər var ki, məsəl üçün oxuması zəifdir. Mən yazı ilə oxunu əlaqələndirəm. İnsan beyni yazdığını daha gözəl algılayır. Yazdıqca həm beyin görür, həm göz görür, həm yazı. Hamısı birləşərək ortalığa daha gözəl nəticə çıxardır. Ona görə hər bir şeyi nə öyrənirsinizsə, mütləq qeyd dəftəriniz olmalıdır. Bugün nə öyrəndim? Yaqut xanımın təliminə baxıb mən nələr öyrəndim? Hansı fikirlər xoşuma gəldi? Tez dəftərimi açıram, o fikirləri qeyd edirəm. Və hər gün dəftəri vərəqlədikcə o fikirləri bir göz gəzdirirəm və bu sizin yavaş-yavaş beyninizə hopur, danışığınıza, nitqinizə hopur. Bu çox önəmlidir. Şəxsi inkişaf
mütləq disiplinli şəkildə dəftər kitabla işləməklə alınır, mütləq qızlar. Sonra komanda ruhu. Komanda ruhu hər birimiz bu şəbəkə biznesi ümumiyyətlə mən yox, biz anlayışıdır. Mən burada tək şəbəkə qura bilmərəm və mən tək uğura çata bilmərəm. Şəbəkə biznesi komanda. Burada Günar xanım bir gözəl sözdü, yox, mən yox, biz varıq. Əgər biz kəlməsini özünüzdə formalaşdırmağı bacararsınızsa, o komandada siz bir lideri çevriləcəksiniz və sizdən sonra gələn komanda üzvləriniz sizi kopyalayacaq və onlar da mən yox, bizi formalaşdıracaq. Və komanda ruhu, komanda birlik, komandada bölgülər, strategiya qurmaq, planlama etmək, bugün hansı liderinizlə planlama edirsinizsə, onunla komanda ilə birlikdə işləməyi bacarmaq, bunlar hamısı komanda ruhunu formalaşdırır. Əgər komandada, qrupda hər bir insanın vəzifə bölgüsü olarsa, bugün həftə ərzində kimlər hansı işi görür, qrupda hansı təlimlər keçiriləcək, hansı liderlərə hansı öhdəliklər, məsuliyyətlər veriləcək, bu komanda ruhu formalaşarsa, bu şəbəkə biznesində siz uğurlu liderə çevriləcəksiniz. Bu mütləqdir. Burada çətinliklər də var. Çətinliklər nədir? Burada bizə vaxt tələb olunur və amma insanlar bu vaxta hövsələlər çatmır və tam gələn kimi bura istəyirlər ki, pul qazansınlar, tez gəlirə çıxsınlar. Özlərinə vaxt verib, işi öyrənməyə və özlərində işləməyə hövsələlər çatmır. Niyə vaxt tələb olunur? Elə gəlin mənim müəlliməm. Mən ibtidai sinif müəlliməsiyəm. Mən orta məktəbi qurtarmışam, bitirmişəm və ali məktəbə daxil olmuşam. 5 il mən ali məktəb oxumuşam. Niyə? Diplom almaq üçün. Mən ali məktəbi oxuya deyə bilərdimmi ki, mən ali məktəbə girmişəm, mənə maaş verin. Mən artıq bu qəbul oldum bura, mənə maaş verin. Ancaq elə insanlar var ki, şəbəkə biznesinə gələn kimi deyir ki, mən bu heç nə qazanmadım. Amma nə öyrənməyə vaxt ayırmır, nə lider qruplarda aktiv deyil, sadəcə girib evinə məhsul vurub, heç nə öyrənmir, altında komanda yetişir, bundan xəbəri yoxdur və o yetişən komandada bir əməyi olmalıdır, bu qazanda onun da duzu olmalıdır. Bir yetişən komanda əgər sənin üst liderin səndən sonra insanlar dəvət edirsən, o insanları yazırsa, sən öz kabinetindən o insanları görürsən və deməlisən, liderim, mən necə işləməliyəm, mən nə iş görməliyəm, mən hansı görevlərlə işləməliyəm, liderini axtarmalısan, liderini sözün gözəl mənasında bezdirməlisən. Baxın, 5 il universitet oxuduqdan sonra mən işə daxil olmuşam və hətta o vaxtı biz işə daxil olduq, ancaq bu dəqiqə oxuyandan sonra hələ bir MİQ imtahanına da hazırlaşır müəllimlər. Onun da imtahanından keçəndən sonra o MİQ imtahanına da hazırlaşmaqdan ötürü vaxt gedirmi, zaman gedirmi? Nə yaxşı bizim bu işləri görəndə vaxtı, zamanı demirik ki, tez burada qazanım və yaxud da heç müəlliməli qoyaq qırağa. Bir dərzi olmaq istəyirəm. Mən paltar tikmək istəyirəm, öyrənmək istəyirəm. Gedib bir dərzinin yanında ən azı 6 ay, 1 il onun yanında şagird işləyib dərzilik sənətini öyrənirikmi? Dırnaq ustası, bu dəqiqə qızlar hamısı gedirlər dırnaq düzəltdirməyə. Yəni ki, savadı olmayan, yəni ki, təhsili olmayan xanımlar deyir, gedim dırnaq öyrənim. Bunu öyrənməyə də özünə vaxt ayırırlarmı? Bir müddət həmin dırnaq ustasının yanında gedib şagird işləyib, onun tökdüklərini, məsəl üçün, yığırlar, özləri üçün qeydlər aparırlar, öyrənirlər bu işin sirrini, həmən qazanırlarmı? Sonra başlayırlar təcrübə toplamağa. Müştərilər üzərində başlayırlar dırnaqlar düzəltməyə. Həmən onların düzəltdiyi dırnaqlar möhtəşəm ola bilirmi, qızlar? Adicə elemental işlərdən danışıram. Heç kim nəyinsə təcrübəsini toplamadan, öyrənmədən, yəni gəlir əldə edə bilməz. Bu mümkün deyil. Şirniyyat ustaları. Şirniyyatçı olmaq üçün birinci gedirlər şirniyyat ustalarının yanında kurs keçirlər. Neçə ay öyrənirlər onun bəzəyini, onun pişirilmə texnikasını, hamısını öyrənirlər. Həmən hazırladıqları tortlar keyfiyyətli mi olur? Yəni, biz insanlar diş həkimi axtaranda belə bir 10 nəfərdən soruşuruq ki, hansı həkim, yaxşı diş həkimi bəlkə biləsiniz. Ən yaxşı, ən savadlı, ən təcrübəli diş həkimlərini axtarırıq. Və biz də öz işimizin təcrübəsini toplayarıqsa
və savadlı işimizi öyrənəriksə, özümüzə vaxt verib, zaman verib, işi daha gözəl qavrayarıqsa, müsahibədir, təqdimatdır, etirazlara cavabdır, bunları gözəl şəkildə öyrənəriksə, dəyərli liderlərimiz, onda da bizim də qazancımız, gəlirimiz, bizim komandamıza gələn insanlar, biz müsahibə keçəndə bizə inandırmaq qabiliyyətimiz, insan komandasını inkişaf elətdirmək üçün birinci önəmli məqamlar var. Özünə vaxt verməlidir və bu önəmli məqamları indi irəliləyən dəqiqələrdə izah eləyəcəm nələrə əsasən biz diqqət yetirməliyik. Və bu formada da biz komandamızı quraraq, özümüzə vaxt verərək, işimizin təcrübəsini toplayaraq, özümüzü daha təcrübəli, qısaca belə deyim, adımızın qarşısına ən yaxşısı sözünü yazdıra biləriksə, ən yaxşı lider, ən yaxşı komanda sözünü adımızın qarşısına yazdıra biləriksə, biz bu işi mükəmməl şəkildə görəcəyik və qazanan, o zirvəyə qalxan liderlərdən olacaq. Komandamızda bilirsiniz ki, yüzlərlə xanımlar qazanır. Əgər bu xanımlar bu qazanca çatıbsa, əgər bu xanımlar özlərini inkişaf elətdiribsə, onlar da sizi kimi sıfırdan başlayıb. Bu heç nə yəni asanlıqla əldə edilən olunmuyor. Bu uğurların arxasında yuxusuz gecələr var, əzmli inkişaf var, disiplinli inkişaf var, işləmə var. Siz elə bilirsiniz, bizə yox deyən insanlar olmayıb mu? O yoxları həyə çevirmək üçün biz öz üzərimizdə işləmişik. Və siz də bütün bunları öz üzərinizdə işləyərək özünüzü inkişaf elətdirə bilərsiniz, dəyərli liderlərimiz. Sonra, şəbəkə biznesi ümumiyyətlə qanuni durumu. Əgər şirkət məhsullarla satış edirsə, gəlir əsasən məhsul dövriyyəsindən qazanılırsa, bu şirkət qanuni şirkətdir. Çox adamlar piramida sözü işlədirlər, çoxlarınız eşidibsiz. Yəni ki, indi mən sizə MLM multilevel marketingin piramida olub olmamasını izah edirəm. Ən əsas da bunun bizim şirkətdən, Home Bitkisel şirkətinin məhsullar əsasında biz evimizin ehtiyaclarını alırıq və inkişaf, komanda məhsul dövriyyəsinin və sizdən sonra yaranan dövriyyənin faizindən şirkət sizə gəlir verir. Onda bizim şirkətimiz bəli, qanunidir. Əsas gəlir yeni üzvlərin cəlbi üzərindən formalaşırsa və məhsul sadəcə formal vasitədirsə, bu piramida sxeminə bənzəyir və bu şirkətlər qanunsuz olur. Bir də deyirəm, əgər qoşulduğunuz şirkətlərdə yeni üzvlərin cəlbindən formalaşırsa, gəlir, yeni üzvlər cəlb eləyirsən, məsəl üçün elə şirkətlər var, deyir, gəl 20 manat qoy və insanlar gətir, onlar da 20 manat qoysun sxemə, məhsul yoxdur, yalandan formal məhsul deyirlər, ancaq sənə məhsul satmırlar və belə şirkətlər piramida şirkətlərdir və onlar qanunsuz şirkətlərdir. Əvvəl-axır, belə şirkətlər göbələk kimi çıxır, məsəl üçün 1 il, 6 ay, 8 ay dövlət bu belə şirkətlərin qanunsuz olduğunu sübut eləyən kimi və bunun üzərinə düşən kimi həmin şirkətlər ləğv olunur. Müəyyən 1 il, 2 il keçəndən sonra həmin şirkətin adını dəyişir, başqa bir şirkət formasında yenə gəlir, insanları manipulyasiya eləyir və əgər bir şirkətin məhsulu yoxdursa, üzvlərin cəlbindən, insanların cəlbindən onlar öz komandalarını qururlarsa, belə şirkətlər piramida şirkətlərdir. Belə şirkətlərdə ehtiyatlı olun, aldanmayın, mütləq araşdırın. Şişirdilmiş vədlər, tövsiyələr olur. Sonra rəsmi sayt məhsulları, rəsmi saytını axtarın, araşdırın, məhsullarını araşdırın, lisenziyasını yoxlayın. Sonra gəlirin şəffaflığını araşdırın. Əvvəlcə, əgər qoşulursunuzsa, kiçik sərmayələ elə, məsəl üçün, şirkətlər var ki, böyük paketlərlə başlayırlar, qətiyyən bunu araşdırmamış, yəni qoşulmaq olmaz elə şirkətlərə. Ən əsası şirkətlərin məhsulu olmalıdır və sistem mütləq araşdırılmalıdır.
Məsəl üçün bizim şirkət qazandır qazan sistemindən işləyir. Səndən sonra gələn lideri sən qazandırmalısan ki, qazanasan. Yəni qazandırmasan mümkün deyil sənin qazanmağın. Ona görə də mən bu şirkəti çox sevirəm və inanıram ki, təlimə qulaq asan liderlər də mütləq bu multilevel marketinqin bu xırdalıqlarını, özəlliklərini tam anlayır və əgər siz anlamırsınızsa mütləq araşdırma edin, mütləq öz liderlərinizlə bu haqda tövsiyələr alın. Sonra bizim şirkət Home Bitkisel'in başlanğıc məbləği 35 manatlıq dövriyyədir. Bu elə bir dövriyyədir ki, xanımlar, bu dövriyyəni hər bir insan bir ay ərzində rahatlıqla edir. Bayaq da qeyd elədim, sərmayəsiz biznes. Biz bura 35 manatı qoyanda demirik ki, bu 35 manat hara getdi. Biz 35 manatlıq evimizə lazım olan məhsul alırıq. Bunun qarşısında biz şirkətdən məhsul alırıq. Hansı ki, bu məhsul bitkisel Türkiyə məhsullardır. Məhsullarımızın keyfiyyətinə söz ola bilməz, xanımlar. Komanda qura, onları aktiv saxlayan sistem yarada bilsəniz, siz zamanla özünüz işləmədən də bayaqları qeyd elədiyim kimi pasiv gəlirə çıxa bilərsiniz. Şəxsi inkişaf nədir? Şəxsi inkişaf insanların ünsiyyət qurma qabiliyyəti, liderlik qabiliyyəti və idarəçilik qabiliyyətinin inkişafıdır. Bu da bizim qruplarda, komandalarda gözəl bizim liderlərimizin təlimləri sayəsində əldə edə bilərsiniz. Mütləq təlimləri qaçırmayın. Əgər canlı qoşula bilməsəz, indi insanlıq halıdır, vaxtınız olmaya bilər. Mütləq qruplarda, kanallarımızda təkrarları var. İndi biz qayd edirik və təkrarlarını bölüşürük. Mütləq baxın və hər baxdığınızı təlimdən mütləq qeydlər aparın. Əlavə qazanc mənbəyi kimi şirkətlərdə işləmək, məsəl üçün məni kimi müəlliməyəm, əldə elədiyim qazanc məni qane eləmir və mən əlavə qazanc mənbəyi kimi Home Bitkisel şirkətinin lideri qoşulmuşam və burada həm özüm qazanıram, həm insanları qazandırıram, həm inanın ki, insanların həyatına toxunuş edib onları qazandırmaq ən gözəl zövqdür. Və mən gördüyüm işlə qürur duyuram. Çünki sistem qazandır. Sənə inanıb gələn insanlar mütləq qazanmalıdır ki, sən qazanasan və səni kopyalayan liderləri yetişdirirsən. Sənin komandanda olan liderlər başlayır səni kopyalamağa. Bundan gözəl nə ola bilər? Görün Azərbaycanda nə qədər xanımların bu işə ehtiyacı var. Biz işimizi o qədər profesional şəkildə, o qədər gözəl şəkildə insanlara sunmalıyıq ki, o insanlar, o işə ehtiyacı olan xanımlar sizin arxanızca gəlsin. Və Azərbaycanda 10 milyondan artıq əhali var, artıq 11 milyona çatır. Və gəlin görək bu insanlar hamısı Home Bitkisel'dən xəbəri var. Hamısı mı Home Bitkisel'dədir? Xeyr, hamısı Home Bitkisel'də deyil və bu möhtəşəm şirkətin olduğundan, var olmağından xəbəri olmayan yüzlərlə, minlərlə, milyonlarla insanlar var. Bizim missiyamız, bizim məqsədimiz o insanlara çatmaq. İstəyir rekrutinglər, istəyir soyuq rekrutinglər, sosial şəbəkələrlə biz bacarmalıyıq bu insanlara necə çatma üsullarını komandadan, liderlərimizdən öyrənmək. Həm isti, həm soyuq, həm sosiallarda gözəl şəkildə insanları dəvət edib onları inkişaf elətdirmək. Onları inandırmaq ki, bəli, Home Bitkisel adlı bir şirkət var. Bu şirkətə qoşulub sərmayə qoymadan hər bir xanım qazana bilər. O insanları inandırıb, onların suallarına cavab verib, onların etirazlarını, yoxlarını həyə çevirib arxamızca gətirə bilərik və onların qazanmağına vəsilə ola bilərik. Və onlar qazanarsa, biz də qazanarıq. Və bizim missiyamız Azərbaycana, nəinki Azərbaycana, siz bilirsiniz ki, biz həm Türkiyədə, həm Gürcüstanda, tezliklə Almaniyada və Rusiyada və bir çox ölkələrdə bu şirkət öz biznesini qurur və biz bu insanlara hansı formada olsun çatmalı və onlara bu möhtəşəm şirkətin imkanlarını anlatmalıyıq.
Sonra mükafatlar, maşın, səyahətlər, bonuslar, məni home bitkisilə gətirən ən gözəl səbəb maşın. Mən bu maşın proyektini sosial şəbəkələrdə görən kimi şirkətə olan həvəsim artdı və mənə dəfələrlə bu şirkətə çağıran liderlərin yəni çağırışına baxmayaraq əhəmiyyət vermirdim. Amma maşın proyekti Azərbaycanda çıxarkən və mən bu maşın proyektini gördüm və şirkətin başladım qazanc planını araşdırmağa və qazanc planını araşdıranda gördüm ki, həqiqətən şirkətin möhtəşəm imkanları var və mən home bitkisi ilə gəldim. Və maşın qazanaraq böyük komandaya malik oldum. Şirkətin dəfələrlə səyahətlərində olmuşam. Noyabr ayında da bizim liderlik yolu 11 olan kampa qatılacağıq bizim dəyərli komandamızın liderləri ilə. Sonra keçən bu ay şirkətimizin dollarla mükafatları elan olundu. Hələ home tarixində dollar mükafatı olmamışdı və bu da məni çox sevindirdi. Deməli, bizim liderlərimiz ləl karyerasından yuxarı olan liderlərimiz ləl, kvars və 2 karyera. Bu ay ləl və kvars karyerasını açan bütün liderlərimiz $200 pul mükafatı, ametist karyerasından yuxarı yeni karyeralar açan liderlərimiz isə $400 yuxarı $400 pul mükafatlarına sahib olacaqlar. Sadəcə 5 ay bu açdıqları karyeradan düşmək olmaz və karyeralarını qoruyub noyabr ayında bu dollar mükafatlarını əldə edə bilərlər. Möhtəşəm bir şirkətlə əməkdaşlıq eləyirik. Şirkət liderlərinin inkişafı üçün hər bir yenilikləri edir və bunlar da bizi həvəsləndirir, motivasiya edir, daha da gözəl şəkildə işləməyimizə gətirib çıxardır. Sonra bir məqama da toxunmaq istəyirəm, dəyərli komanda. Bu qədər dinlədik, insanlar qatılır və yeni qoşulan insanlarda risk və çətinliklər olur. Ona da toxunmaq istəyirəm. Risk və çətinliklər nədir? Komandaya yeni gələn insanlar liderləri dinləyir və onların içində bir alov qalxır, deyir ki, anlayırlar axı, bu işi sistemi anlayırlar və həmən istəyirlər ki, öz çevrəsindəki qohumları, evlərin içindəki tanışları, kimləri ki, yaxın adamları var, istəyirlər ki, hamısını cəlb eləsinlər öz komandasına və bu zaman negativlərə düşürlər və negativliklərlə yəni rastlaşırlar. Onlara həmən etirazlar gəlir və bu etirazlar onların məsəl üçün bacısı, xalası qızı, əmisi qızı, yaxınları da öz ərk elədiyi insanlar istəyirlər ki, onları öz komandasına cəlb eləsinlər və yeni qoşulduqlarına görə biraz etirazlara cavabla işləməyi bacarmadıqlarına görə, yoxları həyə çevirməyi bacarmadıqlarına görə o insanlar onlara yox deyəndə onlar negativə düşürlər. Elə olur ki, hətta münasibətlər də pozulur. Onlar düşünürlər ki, həmin insanlar həmən onları dəvət edəcək, onlara hə deməlidir. Ancaq onlar tam anlamadıqlarına görə onlara yox deyirlər. Ona görə də həmən çevrənizdəki insanları dəvət eləməyə çalışmayın. Və yaxud da dəvət eləyərkən çalışın onları öz liderlərinizlə danışdırasınız. Yəni sizi bura dəvət edən liderlərlə danışdırasınız. Yəni deyin ki, mən bu işdə yeniyəm. İstəyirəm ki, biz birlikdə bir yola çıxaq. Səninlə birlikdə qazanaq. Ancaq istəyirəm ki, bir mənim liderimlə danışasan. Ona görə də yeni qoşulanda, yeni dəvətlər eləyəndə liderinizin dəstəyindən, liderinizin köməyindən, onların sizin əvəzinizə müsahibə keçməsinə, yəni çəkinməyin. Yəni düşünməyin ki, lider bunu etməz. Mütləq bunu lider edəcəkdir. Siz mütləq liderlərinizdən dəstək alın ki, siz həmin çevrənizdəki insanları itirməyəsiniz. Sonra əgər onlar sizə yox deyərsə, həvəsdən düşməyin. Və həmən onlarla münasibəti qırmağa çalışmayın. Bu insanlar tərəfindən edilən yanlışlıqlardır. Onları anlamağa çalışın. Onların fikirlərinə hörmətlə yanaşın. O bugün sizə yox deyirsə, siz bu işdə irəlilədikcə, siz uğur qazandıqca o sizi izləyəcək, sizi izləməyə alacaq. Onsuz da o sizin yaxınınızdır və zamanla o sizə hə deyəcək.
siz həmən bağları qırarsınızsa, o məsəl üçün gələcəkdə sizinlə işləmək istəsə belə, o qırılan bağdan o sizdən inciyə bilər, pisə bilər və sizə gələ bilməz. Ona görə insanlar sizə nə deyirsə, çalışın, anlayışlı olun, empati qurun, özünüzü onun yerinə qoyun və bu zaman mütləq sizdə geri dönüşlər alınacaq və insanlar sizə hə deyəcək. Yox deyənləri həmən qırmayın. Danışdığınız insanları, müsahibə ilə, linklə daxil olan insanları yox desələr belə, şirin sözlə, xoş münasibətlə onları çalışın, onlar sizin nömrənizi kontakta salsın. Məsəl üçün, mənə yox deyən insanlar deyirəm ki, mən çox şad oldum, sizi kim xanımı tanıdığımı istəyərdim ki, sizin paylaşımlarınızı izləyim, sizin tanımaq istəyirəm və istəyirəm siz də mənim paylaşımlarımı izləyəsiniz. Və sizi kim xanımın kontakt istəyirəm ki, siz mənim kontaktımda olasınız. Bax, belə xoş sözlərlə o xanımı mütləq öz kontaktınıza salın ki, o sizin uğurlarınızı, gördüyünüz işlər, insanlar bizim addımlarımızı izləyirlər və insanlar bizi izləyərək gələcəkdə 1 aydan sonra mı, 2 aydan sonra mı, inanın ki 3 aydan sonra mı sizin uğurlarınızı görərək onlar sizin komandanıza özləri yazıb qoşulacaqlar. Ona görə də mütləq bu çətinliklərdən savadlı şəkildə, bilgili şəkildə çıxmalısınız. Sonra yandırıcı motivasiya. Yandırıcı motivasiya nədir? Bunlar da çox böyük səhvlərdir. Yandırıcı motivasiya real olmayan vədlərdir. İnsanlara real olmayan vədlər verərsinizsə, bu motivasiya onları yandırar və onlar sizin komandanızdan tez həvəsdən düşərlər. İnsanlara işi anladarkən, komandanıza dəvət elədiyiniz insanlara işi anladarkən, burada tez pul qazanacaqsan, çox asandır, çətin heç nə yoxdur, zəngin həyat səni gözləyir. Bu kimi ifadələri işlətməyin. Xanımlar, burada gələn insanlar sıfırdan başlayırlar. Və əgər bir insan sıfırdan başlayırsa, onun bu işdə uğur qazanması müəyyən vaxt alacaq, müəyyən zaman aparacaq. Və mən insanları dəvət edəndə, məsəl üçün müsahibə keçəndə deyirəm ki, baxın, mən sizə bu şirkətin imkanlarını anladıram. Siz əgər bu imkanları anlayıb mənimlə işləmək istəyirsinizsə, bizim komandamızda yüzlərlə xanımlar qazanır, siz də qazanmaq istəyirsinizsə, siz də bu imkanları evdən oturaraq əldə etmək istəyirsinizsə, mən sizə işi sıfırdan öyrənəcəm. Bu sizdə 1 ayda ola bilər, 2 ayda ola bilər. Hələ elə xanımlar var ki, 6 aydan sonra qazanca çıxırlar, gəlirə çıxırlar. Bu sizdə zaman alacaq. Mən sizin əvəzinizə işləməyəcəm. Mən sizə işi öyrədəcəm. Mən bu formada müsahibə keçirəm. Yəni bu işləri siz öyrənməyə açıqsınızmı? Siz öyrənmək istəyirsinizmi? Mənim sizə verdiyim tapşırıqları an-ba-an, addım-addım edərsinizsə, biz sizinlə birlikdə qazanacağıq. Birlikdə qazanacağıq və mən sizə birlikdə işi öyrədəcəm. Biz birlikdə qazanacağıq. Və mən mütləq bu sözü deyirəm. Demirəm ki, mən sizin əvəzinizə işləyəcəm, mən sizin əvəzinizə komanda quracam, siz əlinizi üstə qoyacaqsınız, ancaq aylıq dövrə edəcəksiniz, pul qazanacaqsınız. Mən bu ifadələri işlətmirəm. Mən deyirəm ki, mən sənə işi öyrədəcəm, mən sənə dəstək olacam, mən sənin yanında olacam, əlim sənin əlində olacaq. Sən öyrənməyə açıqsanmı? Sən işləmək istəyirsənmi? Baxın, qızlar, hər bir işdə insan əziyyət çəkməlidir ki, gəlir əldə eləsin. Pulsuz pendir ancaq tələdə olar. Kim sizə deyir ki, gəl bu şirkətə, burada elə asandır pul qazanmaq, milyonlar qazanacaq, bu mümkün olan bir şey deyil, qızlar. Ona görə də belə yandırıcı motivasiyalardan istifadə etmək lazım deyil. İnsanlara reallığı anlatmaq lazımdır. Home life hər kəs üçündür, amma hər kəs home life üçün deyil. Şəbəkə biznesindən məşğul olmaq üçün insanda disiplinli, dözümlü şəkildə özünə sərmayə qoymaq. Sizin ən böyük sərmayəniz vaxtınızdır. İşinizə vaxt ayırmalısınız, xanımlar. Adi bir işə gedəndə, məsəl üçün, mən müəlliməyəm, mən məktəbə gedəndə, səhər saat 8-də dərsə gedirəm, 12-yə 1-ə kimi dərs keçirəm. Mən dərsimi keçirəm və mən hər 45 dəqiqənin şagird həyatına toxunuş eləyirəm. Mən orada vaxtımı öldürərək pul qazanmaq istəməmişəm heç vaxt. Mən istəmişəm ki, mənim şagirdlərim o 45 dəqiqədə nəsə öyrənsinlər. Mən onlara fayda sağlayayım. Mən onlara toxunuş eləyim. Mən o 45 dəqiqəni o şagirdin həyatında ona bir müəllim kimi öz vicdanımla dərsimi keçib öyrədim.
Və mən bu hər ayın sonunda aldığım maaş, gəlir, mənim halallıqla qazandığım gəlirdir. Çünki mən vaxtımı sərf edirəm və nəinki şagirdlərə biliyi, onlara hər bir şey öyrətməyə çalışıram. Paylaşmağı, vicdanlı olmağı, mərhəmətli olmağı, bunların hamısını şagirdlərimə öyrədirəm. Və bizim işimizdə də, bu işimizdə də şəbəkə biznesində bir müəllimə, bir lider kimi formalaşırsa, nə fərqi var? Bizim işimizdə, biz də müəllimlik edirik. Sizin hər biriniz müəllimlik öyrənirsiniz burada. Bizim işimizdə müəllimlikdir. Öyrənirik və öyrədirik. Bizdən sonra gələn komandamıza öyrədirik. Bu da müəllimlikdir, xanımlar. Biz gözəl şəkildə özümüzü yetişdirməliyik, dəftər kitabımızla işləməliyik və o zaman sizdə inanın ki, hər şey alınacaq. Və siz də bir müəllim olaraq, bir lider olaraq komandanıza örnək olacaqsınız. Və sizdən sonra gələn lider, sizdən sonra gələn komanda sizin enerjinizdən, sizin öyrətməyinizdən inkişaf edərək, sizi kopyalayaraq gözəl liderlərə, güclü liderlərə çevriləcəklər. Sonra nəyi qeyd eləmişəm? Bir də ən əsası beynimizin necə çalışdığını anlasaq, beynimizi, onu gözəl şəkildə yönətmiş olarıq, xanımlar. Onu qeyd edeyim ki, niyə sualını vermək olmaz? Niyə? Çünki o sual sizi aşağı çəkir. Necə sualını verməlisiniz? Necə? Necə edim? Əgər siz bu biznesdə varsınız, deməli diyorsunuz, niyə mən qazanmıram? Niyə bu insanlar mənə gəlmədi? Niyə bu insanlar mənə yox dedi? Baxın, bu suallar sizi aşağı çəkir. Sizi qoymur inkişaf eləməyə. Sizi negativə salır. Başa düşdünüz mənim? Ancaq siz necə edim? Necə edim ki, insanlar mənə hə desin? Necə edim ki, mən lider olum? Necə edim ki, mən uğurlu olum? Necə bacarım? Necə qazanım? Necə sualını özünüzə verərsinizsə, bu zaman sizi o sual inkişafa qaldırır. Qalxsız yuxarı. Necə? Necə edim liderim? Necə bacarım? Necə danışım? Necə sualı sizi inkişafa qaldıracaq? Qətiyyən, niyə bu alınmadı? Yox. Necə edim ki, bu alınsın? Bax, əgər siz beyninizi bu formada inkişaf elətdirsəz, siz mütləq bu biznesdə qazanacaqsınız, dəyərli izləyicilərimiz. İnkişafa açıq olun, güvən çox önəmlidir. Hazır olun, nəyə hazır olmalısınız? Məhsulları tanımalısınız. Biznesinizi tanımalısınız. Etirazlara cavab verməyi bacarmalısınız. Yoxları həyə çevirməyi bacarmalısınız. Bunlar hamısı sizin öyrənməli olduğunuz məqamlardır. Müdafiə mexanizminiz hazır olmalıdır. Özünüzü müdafiə etməyi bacarmalısınız. Bu dediyim üçlüyü öyrənsəniz, məhsulları, biznes nədir? Şirkəti, etirazları öyrənsəniz, sizin müdafiə sisteminiz hazır olacaq. Müdafiə sisteminiz hazır oldu mu, heç kimin sizə yox deməyəcək. Hamı sizin komandanızda olmaq istəyəcək. Hamı sizin o bilgilərinizdən faydalanmaq istəyəcəkdir. Təcrübə nə qədər çox olarsa, biznes o qədər uğurlu olacaq. Məndən bu qədər. Kimin sualı varsa buyurub verə bilərsiniz. Artıq 1 saata 3 dəqiqəmiz qalır. Ümid edirəm ki, təlimim hər birinizə faydalı oldu. Təlimi dinləyən bütün liderlərimə təşəkkür edirəm. Çox sağ olun ki, təlimi dinlədiniz. Təşəkkür edirəm liderim. Ağzınıza, əməyinizə sağlıq. Hər tərəfli gözəl şəkildə fikirlərinizi ifadə etdiniz. Demək olar ki, toxunmadığınız nöqtə qalmadı. Müəllimlikdən tutmuş, muzlu işdən, onlayn işin fərqindən tutmuş, bu biznesdə necə uğur qazana bilərlər, necə başlamalıdırlar, liderlərlə necə işləməlidirlər, ümumiyyətlə sponsor onların həyatında nə rol oynayır və komandalarına necə yön verməlidirlər. Düşünürəm ki, hər tərəfli çox gözəl məlumatlar verdiniz. Əminəm ki, bu təlimdən sonra çox da gözəl şəkildə xanımlarımız özləri üçün qeydlər götürüb, onun da üzərində gözəl şəkildə çalışacaqlar. Ağzınıza, əməyinizə sağlıq. Çox təşəkkür edirəm. Xanımlarımızdan kiminsə sualı yoxdursa, yekunlaşdıraq. Varsa, buyurun. Tamam. Deyəsən yoxdur. Heç kim əl qaldırmır, səsi də açmır. Oldu, çox sağ olun. O zaman gecəniz xeyrə qalsın. Təşəkkür edirəm. Sağ olun.